Salam əziz şagirdlər. Mən bu videomda istəyirəm ki, sizə test üçün izahını verim. Gəlin çox uzatmadan başlayaq. Burada birinci sualda qeyd edilib ki, şəkildə eyni fiqurun iki fərqli tərəfdən görünüşü verilmişdir. Bu fiqurun tərkibində neçə ədəd kiçik kub var? Bu tipli sualı tapmaq üçün mən iki cür həll edə bilərəm. Ya bir-biri əziyyət çəkərək bunu hesablamalıyam, ya saymalıyam. İkinci olaraq da mən bunu belə tapıram. Buradan baxın, yəni buradan dış görünüşünə baxıram ki, yəni siz buradan bir hesaplamalısınız. Məsələn, buradan 11 dənə var və 5 dənə də ardıcıl olaraq 11-i vururam 5-ə. O qaydanla hərəkət eləsək, 11 vurulsun 5, üzərinə gəlsin 4, üzərinə gəlsin 7, üzərinə gəlsin 4, üzərinə gəlsin 1 şəklində olur. Bu da edir 65. C variantı. Keçək indi ikinci suala. Bu ikinci sualı qeyd edeyim ki, şifrəli əməllər kimi, yəni bileyim ki, alt-alta yazmaqla deyəcəm ki, daha asan olsun. Ədədin sağına 6 yazıb, alınan ədədi ilə ilkin ədəd toplasaq cəmi 5209 olurlar. İlkin ədədin rəqəmlərinin cəmi neçə olar deyə soruşur. Baxıram. 4 rəqəmli ədədləri, 4 rəqəmli bir ədəddir, sütun verilibdir. 5209. Bir də sizə bir qayda verəcəm. Bu tipli sual olarsa, əgər burada 4 rəqəmli ədəd veribsə, birinci hər xəttə bir rəqəm gedir axı. O birinci rəqəmi 4 rəqəmli yazırsınız. Əgər şərtdə verilən o ədəd, böyük bir ədəd 5209 yəni 4 rəqəmli olarsa, neçə verilərsin deyə birinci o xətlərin sayını o qədər çəkirsiniz. İkinci çəkəcəyiniz xəttin, yəni ikinci ədədin sayını isə ondan bir vahid az çəkirsiniz. Ədədin sağına indi 6 yazmışıq. Və indi bu ədəd sağına 6 yazıram. Və ilkin ədədlərin cəmi toplayıram. 6 üzərinə 3 gəlirəm 9. Onda burada 3 olacaq. Bir yadda olubdur indi. 3 üzərinə 6 gəlirəm 9. Bir yadda 10. Bir yazıram. 6 10, 6 üzə 5, 11, 1 gəlirəm 12, 1 yadda 4 olmalıdır. Mən əvvəlki, bir dəqiqə 4, 5. Bir dəqiqə, burada hansısa bir yanlışlıq oldu. Bunu bir də yazım. Hələ deyim, buradan 4 dənə rəqəm. Buradan da 3 olanda tapıram. Buradan 6 olarsa 6'nın üzərinə 3 gəlirəm 9. 3 eləyirəm. 3'ün üzərinə 7 gələndə 0. Baxıram, burada 7 olanda 8. 8 üzərinə 4 gəlirəm 12. Bir yadda olanda 4. 473. 4'ün üzərinə 7 gəlirəm 11. 11 üst gələndə 14. 14 olur D variantı. 3 müxtəlif natural ədədin cəmi 112-dir. Birinci ədəd ikinci ədədin 2 dəfə kiçik. Üçüncü ədəd isə birinci ədəddən 4 dəfə böyükdür. Bu ədədlərin ən kiçiyini tapın. 3 dənə ədəd verilibdir. Bu 3 ədədin deməli cəmi 112-dir. Deməli birinci ədəd ikinci ədəddən 2 dəfə kiçikdirsə, ikinci ədəd olur 2x. Üçüncü ədəd də birinci ədəddən 4 dəfə böyükdürsə, demək olacaq 4x. O zaman birinci ədəd x deyə ifadə edirik. Və bunların cəmini 112 veribsə, yəni x üzərinə gəlsin 2x üzərinə gəlsin 4x bərabərdir 112-yə. 7x bərabərdir 112. X bərabərdir 112-ni bölürəm 7-yə. 112-ni bölürəm 7-yə. 42. X bərabərdir 16. Ən kiçiyini tapın. Ən kiçiyini biz x-ni ifadə eləmişdik. 16. B variantı. 4. Sol şəklin əvəzini savunanın varını seçin. Baxıram ədədlərə. Bir saniyə baxıram və ağlıma gəlir ki, 109 gəlirəm 10. 802 gəlirəm 10. 307 gəlirəm 10. 406 gəlirəm 10. 901 gəlirəm 10. Deməli, hansı variantda olan ədəd cəmi ona bərabərdir? 505 gəlirəm 10. C variantı. 5. Digər ədədlərindən bir-birinə biçik formada ardıcıl yazsaq, 11 rəqəmli bir x ədəd almış olar. X mümkün ən böyük rəqəmi sonra
neçə olar? Burada son rəqəminin əgər ən böyük olmasını istəyirsə, elə rəqəmlərdən baxsaq ki, bu 9 almaq üçün bunun ən böyük 9 olması üçün də indi auksionlardan ən böyük 9 verildiğinde buradan 9 olması üçün deməli mən ən kiçikdən ən böyük tərəf yazı yazaraq gedəcəyəm. Birinci 8, birinci 8, sonra 42, sonra 70, 309, sonra da 689 olacaq. İndi buradan həm bir ədəd aldıq. X ədəd ən böyük qiymətində olacaq 9. B variantı. 6. Aşağıdakı fiqurlarda müəyyən ardıcılıqla düzülmüşdür. Buna görə ardıcılıqda 40-cı fiqurunun məndən neçə olduğunu da soruşur. Onun üçün baxıram, burada bu tipi suallar yazarkən onları düz yazmaq üçün burada yəni bəzi insanlar xətləri sayır, amma xətləri saymaq yaxşı deyil. Xətləri saymaq yaxşı deyil. Mən xətləri saymaq burada nöqtələr verib, bu nöqtələri saysaz əmin olun düz olacaq. Birinci fiqurda 8 olacaq. Üçüncü fiqurda 11 dənə, üçüncü fiqurda isə 14, ikinci fiqurda 11, üçüncü fiqurda isə 14 dənə olacaq. Deməli burada baxıram ki, artım sayı bizdə baş verən bu artımın sayı 3% olaraq artacaq. Əgər 3% artarsa, deməli 40-cı deyirsə 40-dan 1 çıxıram 39, artım sayına vururam, üzərinə gələn birinci əddəki rəqəm, yəni 8. Bunu hesablayanda 39, 3 vuranda 27, 2, 11, 117, 117, 108 gəlirəm 125. C variantı. 7. Tural limonlar aşağıdakı kimi müəyyən ardıcılıqla düzür. O 45-ci addım istifadə edər. Birinci addım 4-dür. İkinci addım 3, 6, 2, 8'dir. Üçüncü addım 4, 4, 8, 4, 12 dənədir. Deməli, burada artımın sayı 4, 4'dür. 45-ci yerində addımdan 1 çıxıram 44, vururam 4'ə, üzərinə gəlirəm 4'dür. 44'ü vururam 4'ə 16, 1 gəlirəm 17, 174, 4 də gəlirəm 178. C variantı. Keçək indi 8. Gülay ardıcıl olaraq 1-dən 170'ə qədər olan natural ədədləri yazdı. Gülay 3 rəqəmini 2 dəfə istifadə elədi. Mən məntiqlə düşünürəm ki, ayda özür istəyirəm, bu çıxdı. 7-ci 8 bir də yazım. Mən düşünürəm ki, 1-dən 170'ə kimi olan rəqəmlərin 3'ünü istifadə edirəm. Düşünürəm ki, 1-dən 100'ə kimi olan ədədlərdə hər bir rəqəmdən bir istisna almaqdan 20 dəfə istifadə olunur. Və 1-dən 170'ə kimi tapmaq üçün onların sayını mən bir-bir hesablayacağım. Yəni yazacağım 103, 113, 123, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 143, 153, 163. Baxıram, buradan hesablasaysam ki, 3 ədədlərindən 17 dənə mən istifadə elədim. 20 dənə vardı, 17 gələndə neçə edir? 37. 9. Açılışda verilmiş kubun yığılmış variantı hansıdır? Burada olacaq D variantı. Bu sual tapmaq üçün rahat pozan üzərində daha ətraflı tapmaq olar. Mən kuba aid, yəni müəyyən məsələlər və misallar var ki, onları kublar üzərində daha rahat tapmaq olur və mən onları kublar üzərində daha rahat sizə izah edəcəm. Amma başqa bir video çəkərəm ona aid. Yəni sırf kublara aid olar ki, oradan necə eləyirəm. 10-cu sualda kələməni bir-birindən fərqli rəqəmlərdir. Kələmənin hasil ən çox neçə olduğunu məndən soruşur. Baxıram. M, L, K-nin cəmi mən düşünürəm ki, deməli burada M, L, K ədədlərinin cəmi 15 olubdur. Və mən bunu hesablayan zaman, bu 15 olubdur, hesablayan zaman da
bir yadda vermişəm. Olub 16. Bu 16 olanda bu 16 olan zaman deməli bu 16 oldu. Deməli burada mən düşünürəm ki, əgər M, L, 2 cəm olmalıdır 15-ə, K, L, M-də hasili ən çox olmalıdır. Düşünürəm ki, bunun üçün 4, 5, 6 ədədləri olar. 4 dəfə 5-in 20, 20 dəfə 6-ın 120. Ən çox da olacaq C variantı. 11 tənlik şəklində qeyd eləmək olar. Tərəzi və tənlik şəklində qeyd edərkən necə bəzi səhvin var ki, onu izah edəcəm. 11 tərəzi tartışma vəziyyətindədir və romboların hər biri eyni kütləyə malik olduğunu deyir. 5 dəfə 3-ün 15, 3 dəfə 3-ün 9. 15 9 gəlirəm 24. 24 üzərinə gəlsin x bərabərdir 3 üzərinə gəlsin 3 4 eləyir 7. Yəni 7x eləyir. Baxın, bu cür tənliyi həll eləyən zaman ən kiçik ədəd, baxıram, məlum ədədlərlə qeyri-məlumları bir yerə eləməliyim. Yəni nə deməkdir? Məlumlar rəqəm olanlar, qeyri-məlumlar isə hərf həm də rəqəmlə ibarət olanlar deməkdir. Baxıram 24-dən 3-dür, məlum ədədlərdir. Bunlardan kiçik olanı digər böyük olan tərəfə keçirirəm və bölündəki işarə nədirsə kiçiyin həm onun əksini eləyib dəyişirəm. Baxıram 3 24-dən daha kiçikdir. Deməli 3-ü 24 tərəfə keçirdirəm. Bölündə üstə gəlməsi 24-dən çıxıram 21 bərabərdir. X də 7x-dən bərabər olduğuna görə x deməli 7x-i keçirməliyəm. X-in bölündə çıxma olduğuna görə mən üzərimə üstə gəlmə, yəni üstə gəlmə olduğuna görə çıxma olacaq olan eksi 7x-dən x çıxana qalır 6x. Deməli 6x bərabərdir 21. X-in qiymətini tapmaq üçün 21-i bölməliyəm 6x-ə. 21-i bölürəm, yəni 6-ya belə deyim. 6 3 18 3 35 3 tam 10-da 5. 3 tam 10-da 5 də olacaq C variantında. 12. Aşağıdakı fiqur təpələrin nömrələnmiş 3 altıbucaqlıdan ibarətdir. Nömrələrin bəziləri görünmüş məlumdur ki, hər bir altıbucaqlının ətrafında 6 rəqəminə cəmi 25 bərabərdir və nömrələrin hər biri bir rəqəmli natural ədəddir. Sual şərəsi ən çox neçə yazıla bilər deyir. Bunu tapmaq üçün əlbəttə ən kiçik qiymətlərdən istifadə etməliyəm. Onun üçün düşünürəm ki, bunlar arasında olan ən kiçik qiyməti, burada əgər mən məsələn təxminən 9 yazsam, buranın ən böyük qiymət eləməliyəm ki, baxın, bunu mütləq düşün. Əgər buradan 9-u ən böyük qiymət götürürəm. Burada 9 olsa 6, 15, 17 eləyir. 25-dən də 20 olanda 17-dən 25 çıxan qalır 8. Deməli, bu bərabər olması üçün 4 yazsam 8 üçün. Baxıram, 25-dən 8, 4, 11. 25-dən də 11 çıxanda qalır burada. Daha sonra gəlin bir dəfə bunu eləyib 8, 10, 15. 25-dən 15 çıxanda qalır 5, 5. Bunu 5 hesablasam, o zaman sualın yerinə qalır 3. 3 də olur A variantında. Bu videonun izahı bu qədər oldu. Əgər bu video sizə faydalı oldusa, kanalıma like atıb abunə olmaq unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videolardan faydalana bilsinlər. Sağ olun, görüşəndək.